Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulihil emin. Habibina ve habibi ilahil alemin. Ebil Qasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve akil fereca. Ve alihil ma'asumin ellezine ezheballahu anhumur rics. وطهرهم تطهيرا بهم نتبلى من أعدائهم نتبرأ إلى الله تعالى صاحب الزمان صلوات ile yad ediyor. Allahümme salli ala Muhammed ve ali Muhammed ve akil fereca. Bu yola əncam çəkənlərin orada çala var idi, keçmək olmur. Çünkü bir defa dua et. Bu məscidə, daha doğrusu məscidin dərs namazxanasına şirin su çəkənlərin, İlaha, isti su çəkənlərin, ilaha, divarlara suvaq çəkənlərin, ilaha. zəhmət çəkənlərin, xərc çəkənlərin, ölənlərin ruhuna salavat zikr edir. Allahümme salli ala Muhammed ve ali Muhammed ve akil fereca. Təhqir eləmək haram əməldir. Mərhum Şəhid Dəstiğib Qəlb-i Səlim kitabında yazır ki, hətta kafiri də küfrünə görə yox, başqa şeyə görə təhqir eləmək haramdır. Məsələn, bir balaca boy kafir gəlir, deyirsən ki, bunun boyuna bax, haramdır. Çünki onun boyu küfründən qaynaqlanmır ki, Allah Teala onu elə yaradır. Ya deyirsən, bunun maşınına bax, məsələn. Ya bunun bədən orqanlarından hansısa birini məsxərəyə qoyursan, təhqir edirsən, haramdır. Kafirə təhqiramiz ifadə işlədə bilərsən küfrünə görə məsələn. Mən dəfələrlə bunu qeyd eləmişəm. Azərbaycan mühitində Vahhabiliyə qarşı bir nifrət var, bir həssaslıq var. Amma bəzən bu həssaslıq əsassız şeylərə gətirib çıxarır. Məsələn, deyirlər, saqqallı, qısa şalvarlı və s. Bu, ixtiyar sahibidir. Saqqal saxlayır bir nəfər, topa saqqal saxlayır. Ay, nə bilim, bu yemək yiyəndə necə olar, nə bilim, bu nə vaxt darır, sənə nə var, necə olar? Şalvarı yaraşmır, sənə nə var, yaraşmır. Öz imicidir, özü bilər. Şotlandiyalılar yufqa geyirlər, heç kəs hissetmir onlara. Hindistanlılar xalat geyirlər. Bizim qədim dövrlərdə buxara papaq qoyardılar, uzun. Heç kəs deməzdi ki, o uzunda niyə qoymursan papağı başı var? Keçərsən, məsələn, bir qapının altından dəyər ora, məsələn. O, başının bir tərəfini papaq örtməlidir, o ikinci uzun tərəf, ikinci mərtəbə nəyə lazım, məsələn? Mahud çuxa giyərdilər, məsələn. Qəba giyərdilər, çəkmə giyərdilər yay-qış, xrom çəkməmiz. Heç kəs deməzdi ki, məsələn, bu niyə belədir? Adamın imicini lağa qoymazlar, təhqir eləməzlər adamı haram olmayan şeylərə görə. Vahhabidən adamın acığı gələr, ona görə ki, Allaha cisim deyir. Vahhabidən acığı gələr, ona görə ki, müsəlmanları kafir bilir, qətlini vacib bilir və s. və ilə. Yoxsa, niyə belə şalvar, niyə belə saqqal, yəni o qaydı bir dənə söz desə ki, bir aya gətir, bir hədis gətir ki, məsələn, saqqal saxlamaq haramdır, nə edəcəksən? Ya şalvarı qısa geymək haramdır, nə edəcəksən? Təhqir eləmək haramdır. Təhqiri yaradan səbəbləri bilmək lazımdır. Baxın,
hər bir xəstəliyin səbəbi olan mikrobu bilməsən, o xəstəliyi müvəqqəti müalicə edə bilərsən. 5 gün, 10 gün. Yenə qayıdacaq. Məsələn, bəzi sağalmaz xəstəlikləri niyə sağalda bilmirlər? Çünki mikrobunu tapa bilmirlər. Vərəmdir, Allah cəmi vərəmlərə şəfa verir. İlahi. Hepatitdir, Allah cəmi hepatitlərə şəfa verir. İlahi. Xərçəngdir, Allah cəmi xərçənglərə şəfa verir. İlahi. Vesaire və ilahi. Bunların mikrobunu tapa bilsələr, vurarlar o adam bədəninə, o mikrobla bu mikrob dav eləyər, sağlar. Tapa bilmirlər. Dondura bilirlər. Qarşısını ala bilirlər, bir yerdə qalsın. Ya məsələn, deyirlər, biraz kökəl, bu içsin, batsın, üstün piy örtsün. Məsələn. Amma o xəstəlik onda yenə var. Təhqirin də gərək mikrobunu tapasan. Onu yaradan amilləri tapasan. Bu ki, sən içindən bu təhqir eləmək hissi gəlir. Niyə gəlir? Niyə sən tərəfə hörmət eləmirsən? Çox şey ola bilər. Mən bir neçəsini istəyirəm sadalayam. Əsasən təhqir yaranır kin-kudurətdən, düşmənçilikdən. Biri ilə düşmənsən, kinin var ona qarşı. Elə fürsət tapanda istəyirsən ki, onu təhqir eləyəsən. Nə qədər ki, onunla dost duydun, heç yadıma düşmürdü, məsələn, o yeriyəndə necə yeriyir. Dostun da axı. Kimsə də onun haqqında bir söz desəydi ki, filan kəs belə yeriyir, müdafiə eləyərdi. İndi düşmənsən, gedirsən yolundan deyirsən, ora bax, onun yerişinə bax. Bunun sənin düşmənçiliyə nə dəxli var? Kin-kudurət səbəb olur ki, insan təhqir eləsin. Ya bir ruhanidir. Əvvəl ona qəhrəman kimi baxırdın, hər işi xoşuma gəlir. Var da, məsələn, bəzi möminlər var ki, inandıqları ruhanilər günü bugün desə ki, mən bundan sonra Xatəmül Ənbiyayəm qəbul edirlər. Deyirlər ki, budur. Sonumuz Peyğəmbər budur. Niyə görə bu iddianı edirəm? Çünki görürəm bəzi ruhanilərin haram, qeyri-İslami işlərini görə-görə ona ləbbeyk deyirlər. Bu sabah hər nə desə, çox güman ki, qəbul edirlər. Elə ki, bu ruhani bu möminin gözündən düşür, çalışır muizəsində də bir dənə təhqiramiz şey tapsın. Çalışır danışığında da bir problem tapsın. Məsələn, bir dəfə bir ara elə bildilər, mən hansısa ruhani ilə aram yoxdur. Halbuki mənim onunla çox yaxşı aram var. Görüşürük, uzaqlaşırıq. Bir yerdə səfərə çıxırıq filan. Onun tərəfdarlarından biri mənə Facebookda yazmışdı ki, nə kətçi-kətçi danışırsın? Geyimin kətçi geyimi, danışığın kətçi danışığı. Çünki yəni sən kübar deyilsən də belə. Yəni, gərək qəşəng kostyum geysən, brend filan. Bunun acığı gəlir məndən. Ona görə təhqiri də elə eləyir ki, tək məni təhqirləmir. Azərbaycanda nə qədər kənd olar? Hamısını təhqir edir. Əvvəlcə aksiyoma kimi qəbul edib ki, kəndçi olmaq eybəcərlidir, qüsurdur, nöqsandır. İslam əxlaqına ziddir kəndçi olmaq, haramdır. Yəni, bir nəfər kəndçi olsa, Allahın acığı gəlir ondan, əvvəl bunu qəbul edib. Sonra da məni təhqir eləyir ki, sən kəndçisən, yəni səndən Allahın acığı gəlir. Yoxsa nə mənası var, kəndçiyəm, yəni hamı bilir də mən kəndçiyəm. Burada kənddir də danışırıq, burada hamısı kəndçidir. Bunun dərdi mənləndir, kəndən deyil ki. Təhqirin mənbəyi kindir, kudurətdir, düşmənçilikdir.
Ya görürsən, şoferlə belə, dostla belə, qardaşla belə, tərəfdaşla belə, qohumla belə, nə qədər ki, bundan qohum idi məsələn, ən yaxşı adam bu idi. Məsələn, bunun kürəkənidir, yeznəsidir. Bundan yaxşısı yoxdur. Kim də bunun kürəkəninə qarşı bir söz desə, acığı gəlir, təhqir edirdi onun ki, buna bax, mənim kürəkənim haqqında söz deyir, özü geçsin, özünə baxsın, filan. Bu bir təhqir günah. Elə ki, məsələn, bunun qızını boşadı bu. Bütün həyatı oldu nəcis. Tamam təhqir edəcək bunu. Təhqiri yaradan səbəblərdən biri kin, küdurət. Övliyaullahda belə şey olmur. Peyğəmbərlərdə, imamlarda əleyhimussalatu vəssalam. Bunların davamçılarında, onlara layiqincə tabi olanlarda belə şey yoxdur. Bunlar ağa-ağ deyirlər, qaraya qara deyirlər. Görürsünüz, Peyğəmbər sallallahu aleyhi və aleyh düşmənlərindən kimisə təhqir eləsin. Var rəvayətlərdə ki, məsələn, Mərvan ibn Həkəmə kərtənkələ oğlu kərtənkələ deyil. Bu da nəyə görə? Məşhurdur ki, kərtənkələ ilana zəhər verər. Mərvan da, atası Həkəm də kərtənkələ idilər orada. Kərbəla hadisəsində birbaşa Mərvanın belə də dəxaləti yox idi. Amma tarixi araşdıranda görürsən ki, Yezid kimi ilana zəhər verən kərtənkələ Mərvan idi. Eşitmişsiniz də, məsələn, Vəlid məclisi oldu. Vəlid Mədinənin valisi idi. İmam Hüseyin ağaya ehtiramı var idi. Özü Bəni Üməyyədən idi. Əməvi idi. Amma çəkinirdi İmam Hüseyin ağaya qarşı nəsə eləməkdən. Mərvan isə deyirdi, vur öldür bunu. Amma da Peyğəmbər sallallahu aleyhi heç kəsə həm Muaviyyəyə deyib, məsələn, la əşbə Allah bətnəh, Allah onun qarnını doyurmasın heç vaxt. Bu da onun o pis xasiyyətinə görə idi. Peyğəmbər sallallahu aleyhi təhqir eləyirdi hərəkəti ilə. Peyğəmbər sallallahu aleyhi çağırırdı onu, deyir, yemək yeyirəm. Belə bir şey. Quran buyurur ki, ya eyyuhəllədinə amanu, istəcibu lillahi və rəsul izə dəakum limə yuhyikum. Əgər ayəni düz demiş olsan. Ey iman gətirənlər, Allaha və onun rəsuluna sizi diriltməyə çağıran zaman cavab verin, müsbət cavab verin. Hə deyin, ləbbeyk deyin. Muaviyyə dedi, mən yemək yeyirəm. Həm işim var. Gözlə. Peyğəmbər dedi ki, gözlə, mən yemək yeyirəm. Deyir, Peyğəmbər sallallahu onun niyyətindən necə xəbərdar edir ki, burada Allah onun qarnını doyurmasın ki, bəzi tarixdə yazılırlar ki, heç vaxt doymazdı. Muaviyyə ömrünün sonuna qədər doymazdı. Amma da kimisi təhqir eləsin nəyəsə görə. Hədisdə var, İmam Sadiq əleyhissalam ya İmam Baqir əleyhissalam səhabələri ilə gedirdi. Bir nəfər mahnı oxuyurdu, nəğmə oxuyurdu, təranə oxuyurdu, qəşəng səsi var idi. Qəşəng səslə oxuyurdu, haram mahnı oxuyurdu da, halal oxumurdu. Bu səhabə də ya imama xoş gəlmək üçün, ya nə üçünsə, ya qülbətən ilallah fikirləşdiyi üçün dedi ki, of, nə pis səsi var bunun, nə çobud səsi var bunun. Yazırlar ki, imam heç nə buyurmadı ona. Bir neçə gündən sonra bir məhkəmə işi var idi, şahidlik lazım idi, qəzavət işi var idi. Dedilər, kimdir şahid, kimdir şahid? Bunun şahidliyini gətirdilər, həmin o adamın ki, demişdi, nə pis səsi var onun. Yazırlar ki, imam onun şahidliyini qəbul eləmədi. Dedi, qəbul eləmədi. Dedilər, ağa, ne üçün bu mümin adamdır ki? Buyurdu, o gün o adamın səsi yaxşı idi. Haram oxuyurdu, amma səsi yaxşı idi. Dedi, səsi pisdir. Bunun şahidliyi mənim üçün məquldur. Yəni, ağa ağdır, qaraya qaradır. Təhqirin kökü əsasən kin-küdurətdən yaranır. Təhqiri yaradan başqa səbəblərdən biri tərbiyəsizlikdir. Adam tərbiyəsizdir. Valideyn tərbiyəsi görməyib, müəllim tərbiyəsi görməyib, mühiti pis olub,
Mühit bəzi insanı tərbiyə edir də. Görsən, bəzi insanlar deyirlər ki, məni qınama danışığıma görə mən elə məhəllədə böyümüşəm ki, elə ən yaxşısı mənəm məsələn. Düzdür, mühit hər tərəfli rol oynamır. Mühit hər işi görmür. Çox pis mühitlər var ki, içindən çox yaxşı adamlar çıxıb. Və çox yaxşı mühitlər var ki, içindən çox pis adamlar çıxıb. Nuh əleyhissalam kimi halal yiyən, halal qazanan, vəhiy ilə yaşayan bir peyğəmbərin oğlu pis çıxdı. Nəcis it qoşuldu Əshab-ı Kəhvə, mühiti yaxşı oldu, cənnətə gedəcək. Mühit həmişə rol oynamır, adətən rol oynayır. Burada bir əhvalat yadıma düşdü, qoyun danışım. Deyirlər, Məşhəd şəhərində bir tacir var imiş. Bu tacir çox imanlı tacir imiş. Mömin şəxs imiş. Namazı yerində, orucu yerində, ibadəti yerində. Cəmaat arasında da çox hörməti var imiş. Cəmaatın etibarlı adamı tanınırmış. Necə ki, bizim Peyğəmbərimiz sallallahu aleyhi və aleyh əmin kimi tanınırdı İslamdan qabaq müşriklər arasında. Ki, bu əmindir, müşriklər onu əmin kimi tanıyırdılar. Əmin yəni əmanətdar. Öz qiymətli əşyalarını Peyğəmbərimizə verirdilər ki, əmanət kassası kimi saxlasın onu. Əmanətdar. Bu kişi də Məşhəddə öz ətrafında əmanətdar kimi tanınırmış. Kimin bir səfəri filan olarmış, gəlmiş, öz ailəsinin, uşağın, dükkanın, bazarın, var dövlətin buna əmanət eləyərmiş ki, bilirmiş ki, etibarlı adam da bu, yəni buna namus da etibar eləmək olar, buna pul da etibar eləmək olar, gözü tox adamdır. Həqiqətən də beləymiş. Yəni, həlləhüş adam deyilmiş. Bunun bir dostu var imiş, günlərin bir günü bu dost deyir ki, bəs mən səfərə çıxıram, dükkanımın açarını verirəm sənə. Dükkanımı işlət, bu işlətməyin üçün nə qədər zəhmət haqqı istəyirsən götür, dükkanımın gəlirindən. Qalanını da apar ver ailəmə, günbə-gün dolansınlar, mən gələnə qədər. Yaxşı. Bu sağollaşır, çıxır gedir, bu da başlayır dükkanı işlətməyə. Elə hər gün, məsələn, qazanırmış azdan çoxdan, özünə də götürməzmiş, çox mərifətli adamıymış. Nə qalıb, axşam göndərirmiş xidmətçiləri ilə, aparın bunu verin filan kəsin ailəsinə, gəlin. Bir gün, 5 gün, günlərin bir gün axşam çağı bazarı bağlayanda, yenə də pulu ayırır ki, versin xidmətçisinə, yox xidmətçisini göndərmişəm, bir iş dalayacaq. Ay oğul, ay uşaq, heç kəs yoxdur. Gələ özüm aparam. Götürür əmanəti, düşür yola, dükkanı bağlayır, düşür yola, ya Allah, bismillah. Gəlir, satır dostunun evinə, qapını döyür. Dostunun xanımı qapını açır. Bu xanım şovəribdə biraz bədhicab çıxır qapıya. Bilmir ki, məsələn, gələn kişi xeylağı olar. Qadın da bilməyib, məsələn, çıxıb. Bu, xanımın cəmalını görür. Verir əmanəti, qayıdır, gəlir. Gəlir, namazını qılır ki, namazda fikrim qarışıb. Bu, arvadın üzü çıxmır yadımdan. Estağfirullah, bu nə deməkdir? Yemək yeyir. Gözəl xanım idi, çıxmır bunun yadımdan. Biz Quran oxuyur, görür ki, fikrim dağınıqdır, çıxmır yadımdan. Gecəni necə yatır bilmir. Sabahı durur gedir İmam Rıza Aleyhisselatü Vesselamın hərəminə. Çıxmır yadımdan. Nə illah edir, çıxmır yadımdan. Ay Allah, mən neyiniyim bu? Mən heç vaxt naməhrəm çöhrəyə baxmaram. O da ola dostumun xanımı. Belə binamusluq eləyən deyil, amma ay Allah, mən nətər eləyim bu? Mən eləməmişəm ki, mən necə eləyim? Ağlayır, sıdqıyır imamın hərəmində, yuxa aparır bunu. Yuxuda buna deyirlər ki, dur get Tehrana. Tehranda filan məhəlləni tap,
o məhəllədə filan adlı bir şeyx var, onu tap, o sənin dərdivə çarə eləyər. Ailə yuxudan, da imamdan istəmişəm olub da, elə belə yuxu olmaz. Gəlir, evdəkilərlə halallaşır, dükkanı bazara tapşırır, xidmətçisinin oğluna filana. Ya Allah, düşür yola Tehrana. İndi nə qədər yol gedir, necə gedir, çatır Tehrana, maraqlanır, soraqlaşır filan məhəllə. Göstərirlər buna filan məsələn xiyaban. Gəlir, tapır oranı, soraqlaşır ki, burada filan məhəllə, filan küçə hardadır. Kimdən soruşur, buna bir tərs-tərs baxılır. Nə oldu, vay qardaş? Mən soruşanda ki, filan küçə hardadır, niyə belə baxırsın mənə? Deyirlər, üz gözündən nurani adam oxşuyursan, mömin adam oxşuyursan. Amma yaman xarab yer axtarırsan. Ora ermənilərin məhəlləsi. Orada ermənilər yaşayır. Təəccüb edir. Mən hara göndəriblər yuxuda. Deyir, hələ bir, siz deyin mənə küçəni. Ev yox. Mən daha bilir ki, daha göndərişdir də, bu ilham gəlir. Deyirlər, özüm bil, filan yerdədir məsələn. Gedərsiniz, sağa dönərsiniz. Gəlir, tapır, filan məhəllədir, bəli. Qardaş, şeyx filan kəsi tanıyırsınız. Kimdən soruşur, tüpürürlər yerə. Yeki adamsan, adamın dalıyca gəl. Bu kimdir, sən onun dalısı gəlmirsən? O, ən yaşın biridir. O, nə bilim, piyanskanın biridir. O, əxlaqsızın biridir. Nə işin var sənin onunla? Belə mərifətli adam oxşuyursan, birindən, beşindən bir Allah aşkar, bu nə bəladır mən düşdüm. Məni bunun yanında niyə göndərdilər? Bəlkə yuxum səhvdir, bəlkə elə belə səhv eləmişəm. Deyələ siz deyin də bu, deyələ nə deyək axı, bu içki içməkdən gözləri şişib olub nə boydu? İçki şüşəsi əlindən düşmür. Evində də bir dənə cavan qız saxlayır, o yaşda adam. Nəyindən deyək bunu sənə? Özdə düz gedib yaşayır ermənilər məhəlləsində. Hamımız çəkilmiş orada, bu yaşayır orada. Gəlmir müsəlmanların arasına. Nə qaldığı yer-yerdir, nə istəyi halaldır, nə evi münasibdir. Bu tamam qarışır bu tacirin beyni. Yəni, sizdən hər hansı birinə deyələr ki, filan kəs belə adamdır. Bizə desinlər, indiki dövr belədir. Bizə elə deməsələr, bir dənə Facebookda yazsınlar, bəsdir, biz paylaşacaq onu. Bəli, 2000-3000 nəfər deyəcək, filan kəs fasiqdir. Bir-iki yaşayır. Qiyamət günü Allah da o statusların hamısı gətirəcək. Bütün o statuslar gətirəcək, deyəcək ki, sən paylaşmışdın bunu. Da deyəməyəsin, ay Allah, sən qiyamət, məhşər, məhkəmədir, nə status bu? Status yeridir. Bəli. Nə ilə günah edirsənsə, onun yeridir. Statusla qeybət, statusla rüsvaysılıq, statusla əxlaqsızlıq və s. Bir təhər bunların əlindən qurtarır, gəlir, tapır. Qapını döyür, bir cavan qız açır qapını, yeni yetimə qız. Bir cabzad yerində, amma qız xeyla. Bunun dalağı sancır. Belə yaxı biz məsələn, düz deyilmişlər, görürsən. Biri desin ki, məsələn, Mirzəfər içki içəndir. Sabah sən də görür ki, məsələn, mənim maşınım dayanıb barın qabağında. Gördünüz? Düz deyilmişdir. O da olmasa düzdə çıxmaz. Nəysə, gəlir, deyir ki, şeyx evdə, bəli. Gətirir bunu şeyxin otağına. İçəri girən kimi görür ki, bir dənə gözü, başı şişmiş adamdır belə. Orta yaşlıya qoca adamdır. Qabağında da bir dənə araq şüşəsi. Bir dənə də kitab var, rəhli var qabağında. Salam aleyküm salam oturur. Gör, şeyx etinasızdır buna qarşı. Belə də o qədər yazıq təhkirləməyə gəliblər. İndi bu da gəlib xoş gəliblər. Gəlsin, desin, yesin. Şeyx deyir, buyur qonaq, nə lazımdır? Deyir, hələ mənə nə lazımdır, o qalsın qırağa. Hələ onu qoyaq, sonra deyərəm. Bu nə vəziyyətdir? Şeyx deyir, nə vəziyyətdir? Deyir, bu cəmaat sən haqqında belə danışır, sən bu vəziyyətdəsən, niyə belə eləyirsən ki? Niyə özü rüsva eləyirsən belə?
Deyir, nə rüsva eləyirəm? Deyir, məsələn, niyə içki içirsən? Deyir, kim deyir içki içirəm? Deyir, axı, deməyə ehtiyac yoxdur, gözün başın şişir. Burada da araq şüşəsi. Deyir, gözün başım şişir, məsələn, böyrəyim xəstədir, məsələn. Hökmə görə içkidən olsun. Gizlilər, məsələn, çox oyaq qalıram. Adam oyaq qalan gözü şişir də. Nə bilirsən içkidəndir. Bu şüşədə araq şüşəsi düzdür, amma yuyub təmizləmişəm, 7 dəfə yumuşam, təmizləmişəm, torpaqlamışam. Su içirəm bunda. Burada nə var ki? Belə araq şüşəsi hökməsində araq olmalıdır. Mən yadmalı rəhmətli nənəm, Allah nəzir rəhmətli eləsin. Gülab çəkərdi, gülab, gül suyu. Doldurardı onu elə şüşələrə. Baxardım, bir dənə arağı da bunlar hamısı, konyakdır. Bu tacir barmağın dişləyir ki, eydadı, beydadı. Mənim necə ağlım əlməyib ki, bu böhtan ola bilər. Deyir, bəs üzr istəyirəm, şəxsi işimdir. Bu qız kimdir? Deyir, əvvəla sənə nə var, kimdir? İkincisi, madəm belə maraqlanırsan, qardaşım qızıdır, mənim evimdə qalır, mənə qulluq edir. Əmisiyəm. Deyir, Allah-u Əkbər. Cəmaata baxır. Bu boyda günaha giriblər. Deyir, yaxşı, belə yaxşı adamsan, filansan. Nə işin var ermənilərin məhəlləsində? Yer tapa bilmirdin almağa. Deyir, bura ermənilərin məhəlləsi deyil ki. Bura mənim ata-baba yurdumdur. Bu vaxt ermənilər gələndə ham satdı torpağım, mən satmadım. Mən qalmışam burada. Hamı köçüb gedib, satıb ermənilərə çox pul verdi, mən satmamışam. Sənə aiddir bu, onun boşunu satmamış, qalmışsın. Bu tacir deyir, eydadı, beydad, tamam başqaymış mənzərə. Fikirləşək biraz. Gün olacaq, bizim də beynimizdəki mənzərələr başqa cür ola bilər. Elə küyə düşərək, əşi düz deyirlər, cəmaat deyir, mən də, görsən, düşdüm böyük bir böhtana, bir nəfəri bədbəxt elə. Deyir, şeyx, hamısını başa düşdüm. Təmiz adamsan, elm adamsan, torpağa hörmətin var, ata yurduna hörmətin var. Bəs niyə elə aura yaratmısan ki, hamı sənə pis baxır? Niyə? Sil də bu adı üstündən. Şeyx deyir ki, əvvəla mən yaratmamışam, cəmaatın bədgümanlığıdır. Mən deməmişəm onlara bu məsələni. Vəziyyət belə ətirib, onlar da məndən soruşmadan deməyiblər ki, sən beləsən ya yox. Elə filan kəs deyib, belə olar. İkincisi, tacir qardaş, mən istəmirəm cəmaatın gözündə abırlı tanınım, etibarlı tanınım, hörmətim olsun. Sonra biri səfərə çıxsın, namusum mənə tapşırsın. Axşam gedim evinə, gözüm düşsün namusuna, namaz da qıla bilməyim, Quran da oxuya bilməyim. Özü yanmış şey. Bu şeyxin əlini öpür, qayıdır gəlir, görür ki, tacir qayıdıb gəlib, təmizlənir Allah, təmizləyir bunun ruhundan. Buna bir dərs verir ki, sən xoşun gəlirdi mötəbər tanınmaqdan, ləzzət edir sənə. Əlhamdülillah, ən abırlı adam mənəm filan, 5 kişinin hörmətin var. Yıxaram səni, yerə dura bilməzsən ayağa. Yıxaram səni, yerə dura bilməzsən ayağa. Heç vaxt iddia eləməyin ki, mən eləmərəm, mən olmaram. Eləməyin, qardaşlar. Mən sizin kiçiyiniz, bunu sizə kiçik kimi məsləhət görürüm. Heç vaxt deməyin, mən eləmərəm. Həzrəti Yusif kimi, əleyhissalatü vəssalam, nəhəng günahın çəngindən çıxan hələm-hələm adam yoxdur. Əllamə Təbəətəbəyi rəhmətli 16 dənə xüsusiyyət sayır Həzrət Yusuf əleyhissalamın vəziyyəti üçün. Buyurur, biri bizdə olsaydı çoxdan aşmışdıq. Çoxdan günah eləmişdik. O boyda günahdan çıxdı. Özdə bir dəfə yox. O qapıların bağlanması, Züleyxa xanımının təklifi, o ya ərəb dilində deyirlər Zəlixə olub ona. Zəlixə xanımının təklifi axırı idi. Bəlkə də axırı deyildi, yenə davam edirdi. Bəzi rəvayətlərə görə zindanda da gəlib özünü təklif edirdi.
Kulminasiya nöqtəsi oydu. Neçə illər ona dözmüşdü. Hər şey qutarandan sonra Yusuf əleyhissalam nə dedi? Və mə uberri'u nəfsi. Mən özümə bəraət qazandırmıram. Demirəm, mən elə. İnnən nəfsə ləəmmarətun bissu. Nəfs çox pisliyə əmr eləyəndə, Allah rəhm eləyəsə, tutararsan vəziyyət. O boyda nəhəng. Demə ki, mən olmaram. Mən onun yerində olsaydım, mən elə... Haçan dedin, gözdə Allah həmin vəziyyəti çıxardacaq qabağa. Buyur özü bir göstər. Qərəz, mühitin pisliyi həmişə dəlalət eləmir ki, adam tərbiyəsiz olmalıdır. Amma olur da birinin tərbiyəsi pis olur görsən. Salam verəndə söyüşlə salam verir. Məqsədi zadı yoxdur ha. Pis niyyəti yoxdur, kini küdrəti yoxdur. Oğuldur, girir içəri, atasının orasına burasına əl atır görsən. Söyür atasını məsələn. Ata da deyir ki, ay belə-belə olmuş gəldin. Ya uşaq dünyaya gəlir, dil açanda atasını bir dəfə xələt deyir məsələn. Maşallah, gördün balam nə dedi mənə? Ölürsən körpəkdən uşağın orasına burasına əl atılır, uşaq böyüyür, xarab olur. Bu pis niyyəti yox, çox yaxşı niyyətlidir. Amma kül olsun yaxşı niyyətin başına. Tərbiyəsiz böyüyüb də bu. Ağzı söyüşdüdür. Görsən o qədər ağız söyüşdüdür, qohumları ilə, qardaşları ilə, evdəkilərlə. Söyüşlə danışır, çıxır küçüyə dostuna deyir, dostu bir dənə yumruq vurur buna. Şok keçir, yumruğun şokundan çox da hərəkətin şokunu keçirir ki, mən niyə vurdu bu? Mən neynədim ki? Belə böyüyüb də. Görsən bəziləri, gör ki, məsələn, valideynimlə, atamla, anamla nə zarafat eləyirəmsə gülürlər. Valideyn də hörmət saxlayıb da, oğlum da yekə adamdır, məsələn, molladır, ruhanidir, bundan təhqir edilmələm, deyənmələm ki, tərbiyəsiz olma, da yekə kişidir, nəvəsi var, nəticəsi var. Görsən elə, gedir irəli, elə nə gəldi deyir, bacı bilmir, arvad bilmir, xanım bilmir, ana bilmir, ağzını atır, gözünü yumur, ədəb kim üçün gəlir? Ədəb, ərkan, tərbiyə. Bilirsiniz, İslam dini ədəb barəsində nə deyir? Mən demək də istəmirəm bunu, çünki bizim sinifimizdən çox yuxarıdır bu. İslam dini, baxın, şəhəvani, şəhvət məsələləri də ən heyvani məsələlərdir də. Zahirən ən iyrənc məsələdir də, məsələn. Halal da olsa, heç kəs onu zahirə çıxarmır. Allah buyurur, o vəziyyətdə Bismillahirrahmanirrahim denə. Diqqət edirsən. O vəziyyətdə denən Bismillahirrahmanirrahim. Allahın adıyla. Ay Allah. Bismillah haram. Haramsın. Deyir, sən insansan, heyvan deyilsən. Heyvan deyilsən sən. İnsansan sən. Adamsan. İlahi varlıqsan. Böyüsən, mələkdən böyüsən sən. Rəvayət olunur ki, Əli əleyhissalam təharətxanaya girəndə buyururdu ki, ay çiynimdəki mələklər, xahiş edirəm, mənlə gəlməyin ora, söz verirəm, oradan çıxana qədər sizin yazacağınız heç nə eləməyəcəm, amma utanıram siz gəlməyin. İndi bunu sən aç fəlsəfi baxımdan filan, qoyları kənara, ədəbinə bax bunun, ərkanına bax, tərbiyəsinə bax. Yazırlar Rasulullah sallallahu aleyhi və aleyh, biri ondan bir şey istəyəndə, bacarsaydı, özü onun hacətini yerinə yetirərdi. Özündə olmasaydı, ərk elədiyi dostaşnaya deyərdi ki, məsələn, bunun işini düzəldi. Heç nə əlindən gəlməsəydi, susardı. Tərəf bir dəfə deyərdi ki, ya Rasulallah, mən filan şey istəyirəm. Həzrət yenə susardı. Tərəf bir dəfə deyərdi, axırı sahabələr deyərdilər ki, qardaş, imkanı yoxdur, yoxsa eləyərdi. Yox deyə bilmir. Yox deyə bilmir. İmkanı yox. Ədəb, ərkan, həya, əxlaq, tərbiyə, ədəb insan üçün gəlib də. Yoxsa elə ağzını açır, söyüş, ağzını yumur. Bəzi vaizlər var. Görürsən, məsələn, cəmaat axı, siz aşağıdan bura baxanda, mənə baxanda, məsələn,
özünüz sizin hüsnü niyyətiniz də ahadır, ruhanidir, məsələn, güya əstəğfirullah, alimdir filan bəsməkən. Hər nə deyirəm, hə deyirsiniz, qəbul edirsiniz, bəzən hiç zarafat deyirsən, güləcəksiniz, məsələn, ayıb da sındırmayacaq kişini danışdı. Adamlar bundan su istifadə edir. Söyüş də söyür minbər cəmaat deyir, bəh, gördün ağa nə dedi, paylaşırlar Facebookda. Bura çıxıb ədəb öyrənməyə, öyrətməyə, ədəbsizliyi öyrətməyə. Olmaz belə. Quran-ı Kərim elə sözləri ədəblə, ərkanla deyir ki, baxırsan ki, məsələn, Yusuf Əleyhisselamın adına olan surə, dedim də bəx, ən iyrənc heyvani bir təklif idi də Zəleyxa xanım elədi Həzrəti Yusuf Əleyhisselam. Amma elə ədəblə, ərkanla deyir, həm hadisəni adam tamam təfərrüatından başa düşür, həm də görsən bir dənə ədəbdən kənar söhbət yox. Bir dənə ədəbdən kənar kəlmə yoxdur, söz yoxdur. Yusuf Əleyhisselamın ədəbi, ərkanı. Qardaşları onun üzr istəyəndə, bağışlayanda qardaşlarını deyir ki, bəs gördüyüm yuxunun yozumu bu idi, təbiri bu idi, təvili bu idi deyir. Sonra buyurur ki, demir ha qardaşlarım siz məni atmışdınız zindan, zada quyuya, zülm eləmiş. Deyir, şeytan aramıza girmişdi. Sındırmır. Sındırmır. İndi düzdür bizim cəmiyyətimizdə elə bir əndərəbadi forma yaranıb ki, biri səni söydü, ədəb göstərdin, qıradan deyirlər, kül sənin başıva, niyə dillənmədin, qorxdun, belə deyirləməsin. Xarab mühitdə, amma insanın əxlaqı, ədəbi mühitlə ölçülmür ki, xarab mühitsə vəssalam, mən dahi xarab olum, o söydü, beşini söyüm. Düzdür, bəzən kənardan insanı vadar eləyirlər buna. Kənardan insanı vadar eləyirlər buna. Amma, bax da qiyamət günündə, o kənardan vadar eləyənlərlə üzbəyiz qalacaqsan, ya sənə ədəbli olmağı əmr eləyənlə üzbəyiz qalacaqsan. Ona bax. Qərəz təhqir haramdır, ədəb gözəldir, insan dilinə fikir verməlidir. Hədisdə var ki, Allahu Əkbər dediyiniz dilə söyüş gətirməyin. Hədisdə və qiyamət günü söyənlərin dili uzanacaq, ayaqların altında əziləcək, sirk töküləcək, qoxu, üfunət yayılacaq ətrafa. Onun söyüşləyən adamın dilindən. Ehtiyatlı olmaq lazımdır. Dilimizi qoruyaq, ruhumuzu qoruyaq, qəlbimizi qoruyaq ki, Allah da bizi qorusun. İlahi və Rəbbi, sənə and veririk izzət və cəlalı və imam zamanın zuhurunda təcil elə. İlahi Pərverdigara müsəlman torpaqlarını azad elə. İlahi Xudaya Suriyada, İraqda xanımlar, körpələr, günahsızlar, ağsaqqallar, çöllərdə, soyuqlarda qalıblar, öldürülürlər, doğranırlar, Allah adı ilə başları kəsilir, ruhları oğurlanır, cisimləri tapdanır, namuslarına təcavüz olunur. Xudaya, onları zalimlərin, kafirlərin, münafiqlərin əlindən xilas elə. İlahi Xudaya, o zalimləri, kafirləri, münafiqləri, onların nökərlərini məhv nabud elə. İlahi Pərverdigara, bizə rəhm eləməyənlərin zülmündən, sitəmindən bizi uzaq elə. İlahi Xudaya, Xudavanda müsəlman torpaqlarını tezlikcə azad elə. İlahi Xudaya, müsəlmanlar haqqında, İslam haqqında, Peyğəmbərimiz haqqında, dinimiz, Quranımız haqqında gündə bir hilə qururlar, bir kələ işlədirlər, bir təhqiramiz ifadə işlədirlər, bir karikatura çəkirlər, bir film çəkirlər. Xudaya, Xudavanda, onlar əgər qabil hidayətləri hidayət elə və illa məhv nabud elə. İlahi Müsəlman izzətini hifz elə. İlahi Pərverdigara, məhbus qardaşlarımız əziyyət çəkirlər, tezlikcə onları həbsdən azad elə. İlahi Pərverdigara, Xudaya, Xudavanda, dünya və ahirətdə bizi Quran və Əhl-Beytdən ayrı salma. İlahi Xudaya, bizləri, istəyənlərimizi dünya və ahirətdə Quran və Əhl-Beytin şəfaətindən məhrum eləmə. İlahi Xudaya, nə qədər xəstələr var, iltimas dua eləyənlər var, tezlikcə şəfaya acil inayət elə. İlahi Xudaya, ölənlərimizi qəriq rəhmət elə. İlahi Pərverdigara, xeyriyyə işlər görənlərin əməllərini qəbul elə. İlahi Pərverdigara, niyyətlərimizi xalis elə. İlahi Xudaya, günahkar dilimizlə dua eləyirik, günahkar əllərimizi qaldırmışıq, günahkar ruhumuzla sənə diqqət yönəltmişik. Xudaya,
kərəmi və xatiri bizi qəbul elə. İlahi amin. Halal elmimizə, halal ömrümüzə, halal ruzimizə, bolluq, bərəkət, kəramət. İlahi amin. Bizi ailə yanında, dost yanında xəcalətli eləmə. İlahi amin. Pərverdigara dünya və axirətdə bizi kainatın ən xoşbəxt insanları qərar ver. İlahi amin. Salavat Muhammed Ali. Allahümme salli ala Muhammed.